Müəllim cari planlaşdırma apararkən reallaşdırılması nəzərdə tutulan standartı əsas götürərək məşğələnin məqsədini müəyyən edir. Lakin həmin gün qrupda istifadə edəcək iş forması və üsullarını qeyd etməyi unudur. Metodist bu planı qəbul etmir. Metodistin imtinası cari planlaşdırmanın hansı tələbi ilə əlaqədardır. Planlaşdırmada yalnız perspektiv sxemə üstünlük verilməlidir. Cari planlaşdırma standart, mövzu, məqsəd, inteqrasiya, iş formu, iş üsulu əks olunmalı. Mən B variantı da burada. Bəli, doğrudur. Oxumadım bu səhv. Doğrudur. Aha, ikini oxuyun. Tərbiyəçi müəllim böyük qrupda nəqliyyat növləri mövzusunu keçərkən uşaqlara əvvəlcə qədim dövrlərdə insanların istifadə etdiyi arabalardan, sonra minik heyvanlardan, daha sonra isə müasir avtomobil və qatardan bəhs edir. Müəllim mövzuların ardıcıllığını planlaşdırarkən hansı prinsipi əsas götürür? Müəllim burada bir dəqiqə gözləyim. Məntiqi xronoloji ardıcıllıq, yox, xronoloji ardıcıllıqdır. Yox, bir dəqiqə gözləyim. Sadədən mürəkkəb olacaq. Mənim xronoloji ardıcılıqda tarixə görə. Ay, qədim dövrdə insanlar istifadə etdiyi Qədim dövrdən arabalar. gedirək söhbət. Çünki burada artıq necə deyil, minik heyvanlar da var, müasir avtomobillər, qatarlar artıq burada gedir. Xronoloji ardıcıllıq. Məntiqi ardıcıllıq olmaz, psixoloji deyil. Çünki sadədən mürəkkəbə getmədik. İnkişaf sahəsi inteqrasiya da deyil. Çünki burada əlaqələndirmə yoxdur. Yaxından uzağa prinsipi yox. Bu da çünki arabadan sonra minik heyvanlardır biraz. Doğrudur. C variantıdır. C. Doğru, əla. İndi 2-2 oxuq gedək, qutarsaq əgər bu 30-dan testi, qutarsaq evə təzəsini hazırlayıb göndərəcəm. Var onsuz da. Deyəsən planlaşdırma testini hazırlamışam lap yeni variantını. İndi 3-4-ü Vüsalə müəllimə oxuyur. Bəli, müəllimə. Aha, 3-4-ü oxuyun. Orta qrupda müəllim uşaqları fiziki inkişafını təmin etmək üçün qaçış oyunları təşkil edir və bu oyun zamanı uşaqlara bir-birlərinə qarşı diqqətli olmasını, təhlükəsizlik qaydalarına əməl etməsini aşılayır. Burada hansı inteqrasiya növləri yerləşdirilmişdir? Daxilində inteqrasiyadır. Şaquli inteqrasiya dediyi müəllimə müxtəlif yaş, eyni inkişaf sahəsidir. Müəllim uşaqlara fiziki inkişaf təmin etmək üçün qaçış oyunu təşkil edir və onlar zamanı bir-birlərini qarşı diqqətli olması, təhlükəsizlik müəllimə. Bu da şaquli inteqrasiyadır. Şaqulidir müəllimə. Olar? Dəqiq olsun. O birisi müəllimə, Samirə müəllimə siz nə deyirsiniz? Səbinə müəllimə siz nə deyirsiniz? Beyin fırtınası yaşayır. Neçəncidə müəllimə? Burada 3-də. 3-də. Hərə öz fikrini desin. Məsələn, müəllimə Vüsalə müəllimə deyir ki, şaquli. Siz nə deyirsiniz? Yaxşı ki, bəyək izah elədim bunu. Aha. Təhlükəsizlik qaydaları varsa. Aha. Bir baxın. Hərə öz variantını desin. Axı deyəcəm hansı, düzdür hansı. Fiziki inkişaf təmin etmək üçün deyir, oyun qaçış oyunu təşkil edir. Ondan sonra uşaqların bir-birinə qarşı diqqətli olmasına elə inkişaf sahəsi daxilində inteqrasiyadır. Siz də A seçdiniz. Sonra bəs Səbinə müəllimə nə seçir? Elbi qəbuldasınız. Aha. Müəllimə B variantıdır, mən düşünürəm ki, inkişaf sahələri arası inteqrasiya. Nəyə görə B variantı düşünürsünüz? İndi o birisi məndə də öz əsaslandırmasını desin. Aha, siz deyin birinci. Mən çünki burada qaçış oyunları təşkil edir və oyun zamanı uşaqlar bir-birinə qarşı diqqətli olmasını, təhlükəsizlik qaydalarına əməl etməsini aşılayır. Burada həm inkişaf sahəsi var, inkişaf arası inteqrasiya, həm də ki, əlaqələndirir də müəllimə. Əslində ola bilər, idrak ola bilər orada. Yəni orada hansı inkişaf sahələrini görürsünüz üçüncüdə? Onu mənə deyin. İdrak ola bilər. B ilə də müəllim ona görə diqqətli olmasını, təhlükəsiz qaydalarına əməl etməsini. Aha. Hansı? Bax biri. Mən B deyirəm. Siz B deyirsiniz. Mən də deyirəm ki, məsələn, orada hansı inkişaf sahələrinin inteqrasiyası var? Var inteqrasiya. Fiziki ilə idrak. Fiziki. Fiziki ilə də müəllim fiziki inkişaf.
Mesela Mən idrak daxil yolu. Deməli, fiziki ilə idrak. Onda hansı oldu müəllimə? B variantı. Doğrudur. Bilirsiniz niyə müəllimələr? Fiziki idrak yox. İndi mən sizə deyəcəm. Deyir ki, fiziki inkişaf təmin etmək üçün qaçış oyunları təşkil. Oyun zamanı bir-birinə qarşı diqqətli, təhlükəsiz qaydalar. Oyun hardaydı müəllimələr? Oyun bizim 4-cü inkişaf sahəmiz. 4-2. Sosial. Oyun orada sosial. Təhlükəsizlik orada idraki yoxdur axı müəllim nə var burada? Müəllimə Uşağa elə nəsə dedim ki, rəqəm bir-birinə öyrətmir, qarşı hərf diqqətli öyrətmir. olun. Bəlkə düşünmə. Təhlükəsizlik qaydalarını əməlləmə. Artıq O burada da fizikidir. təhlükəsizlik. Bəli. Oldu B variant. Doğrudur. Amma şaquli inteqrasiya olmaz. Çünki burada sosial emosionaldır oyunlar. Oyun deyir bax, oyun sosial 4-2-dir. 4-2 məsəl dedimi oyunlarda keçəcəm. Görürsüz? Təhlükəsizlik də nədir? Fizikidədir. Maşallah qəşəngdir bax. Hələ Səbinə müəllimə deyir ki, mənim məlumatım yox idi. Görürsüz rahat seçdiniz. Aha. Sonra inkişaf sahəsi daxili. Bu da elə şagirddir müəllimə. Çünki inkişaf sahələr arası deyil, daxili. Daxili olsa idrakla məsələn idrak olmalı idi. Və yaxud da sosialla sosial. Burada təhlükəsizlik qaydası fizikidir, sosialda oyunda sosialdır. İndi 4-də oxuyur Vüsalə müəllimə. Doğrudur Səbinə müəllimə, düz seçmisiniz. Aha. Yenə diqqətli hamı oxusun. Hərə öz variantını deyər. Bir Səbinə müəllimə desin. Aha. perspektiv planlaşdırma ilə bağlı verilmiş fikirlərdən hansı səhvdir? İnkişaf sahələri əsasən hər yaş qrupu üçün illik fəaliyyəti əhatə edir. Perspektiv planlaşdırma müvafiq yaş qrupunun və ayrı-ayrı uşaqların inkişafı səviyyəsi nəzərə alınır. Perspektiv planlaşdırma sxemində standartlar, məşğələ, mövzular, inteqrasiya, resurs və tarix öz əksini tapmalıdır. Bu düzdür müəllimə. Perspektiv planlaşdırma tərbiyəçinin gündəlik dərsləri hazırlıq üçün qısa müddətli fəaliyyət planıdır. Perspektiv planlaşdırma interaktivlik prinsipi ciddi şəkildə gözlənilməlidir. Mən D-ni götürdüm, D-ni. Gündəlik dərsləri Aha. Niyə görə D-ni seçirsiniz müəllim? D-ni niyə görə seçdiniz? gündəlik dərslər caridə perspektivdə olmur axı, ona görə belə. Aha. Ona görə götürdüm. Deməli müəllimə, doğrudur. B variantı. Niyə? Hə. Qısa müddətli. Qısa müddətli perspektivini açar sözdür. Uzun müddətli yox, bir dəqiqə. Qısa müddətli carinindir. Uzun müddətli perspektivindir. Burada da perspektivdə qısa müddətlidir. Bu uyğun gəlmir. Bax səhvdir. Burada müəllimə bir də adam bu arxasına göz sözün axırına mütləq fikir verməlisiniz. Doğrudan fikir vermisiniz D variantı. Təbrik edirəm. Əla. İndi gəldi Samirə müəllimə. Oxuyur 5-i. 5 6 da sizdə. Aha. Müəllim uşaqlara həndəsi fiqurları öyrədərkən əvvəlcə onların ətraf mühitdə gördüyü dairəvi və dördbucaqlı əşyaları, top, pəncərə nümunə göstərir. Daha sonra isə mücərrəd həndəsi anlayışlara minir, keçid eləyir. Müəllim ardıcıllığın qurulmasında hansı prinsipi rəhbər tutmuşdur? Deməli, əvvəlcə ətraf mühitdə gördüyü əşyaları göstərir. Sonra isə mücərrəd həndəsi, deməli, neyir? Məntiqi ardıcıllıq, psixoloji ardıcıllıq, xronoloji ardıcıllıq, şaquli inteqrasiya prinsipi, standartların ardıcıl reallaşması prinsipi. Maraqlı sual çıxsın. Maraqlıdır. Aha. Yetirkən deyir, əvvəlcə onlara deyir, ətraf mühitdə gördüklərini göstərir əşyalar. Sonra isə mücərrəd həndəsi. Psixoloji deyil, burada psixoloji bir şey yoxdur. Ayso sadə mürəkkəbə. Bu deyildir. Xronoloji da yoxdur. Yox, diqqətli fikirləşir. Mən yoxdur, var demirəm. Yox, psixoloji sadə mürəkkəbə. Aha. Əvvəl bunu göstərir, sonra bunu. Şaquli inteqrasiya o standartların ardıcıl reallaşması prinsipi. Göstərir onu, nəticədə o birisi ilə də bağlı keçid eləyir. Məntiqi ola bilər? Mən heç deməyəcəm. Seçim deyəcəm. Hərə öz variantını seçsin desin. Amma mən sizi çaşdırmıram. Demirəm, psixoloji deyil.
Sizdə psixoloji deyil. Çıxır deyirəm, amma ya psixoloji, yaxınlıq, ya məntiqi, ya şaquli Yəni hansı seçsin? variantlardan çıxdım ki, 7 qalan nəsə 3-ü qaldı. Aha. Şaquli inteqrasiya. Şaquli fənlər arası idi, yoxsa inkişaf sahəsi daxilində? Şaquli. Burada bizdən onu soruşmur ha. Adıcılığı soruşur. Hansı prinsipi rəhbər tutmuşdur da Aha. deyil. Məntiqi adıcılıq götürürəm onda. Məntiqi götürürsünüz. Sonra bəs Səbinə müəllimə siz nə götürürsünüz? Mən yaxından uzağa deyəndə də Beyin bilməm. fırtınası yaşadıram sizə. Səbinə nə Həqiqətən götürürsünüz? bunu bəyəndim. Çox Mhm. maraqlı testdir, yəni fikirləşirəm bayaqdan. Mən elə fikirləşirəm deyə gözləyin. Fikirləşin. Bax, A-nı götürdü Samira. Siz nə götürürsünüz? Əslində yaxından uzağa ola bilərdi, bəlkə də. A-dan B-ni bir seçirsən də. Test işləyəndə işləyirəm qabağına sual qoyuram ki, düz çıxsa yenə də baxım o şübhələndiklərim olur. Onun kimidir bu. Mən əslində qaldı burada sadədən mürəkkəbə doğru gedir də. Əvvəlcə deyir onların ətraf mühitdə gördüyü dairə və dördbucaqlı əşyaları top-top Aha. hərdə nümunə göstər. Daha sonrası mücərrəd həndəsi Ay, anlaşılır. sağ olun. Burada artıq sadədən mürəkkəbə doğru gedirik də. Ay, mücərrət deyir. Birinci gördüyünü göstərir. Gördüyünü göstərir, sonra Aha. artıq Sadə şəkildə görə- göstərir. Hə, bu B məncə olar. psixolojidir. B, doğrudur. Psixoloji Söz sadə Fədimə, mürəkkəbə doğru biri var gedir. mən onu sizə söz şəklində əzbərədəm. Bir də var həm sizə sütativ şəkildə hazırlamışam, həm də elmi şəkildə. Həm elmi qavrırsam, sütativ qavrırsınız. Aha. İndi gəlirik bura. Altı Altına kimdədir? oxuyuram. Aha, Məndə altısı. idi. Aha. Məktəbdə təhsildir. Səmərəli təlimin təşkili bilavasitə nə ilə başlayır və planlaşdırmada hansı prinsip əsas götürülür? Aha. Təhsildə Çox səmərəli dinləmişəm. təlimin təşkili bilavasitə nə ilə bağlanır və hansı prinsip əsas götürülür? Diaqnostik qiymətləndirmə ilə başlayır, xronoloji prinsip əsas götürülür, düzgün qiyim planlaşdırma başlayır, inteqrativlik prinsipi ciddi götürülür, valideynlərlə görüşlə başlayır, fərdi yanaşma prinsipi əsas götürülür. Sonra nə deyir? Portfolionun yoxlanılması ilə başlayır, məntiqi ardıcıllıq əsas götürülür, cari hesabatla başlayır, fəaliyyət sahələri prinsipi əsas götürülür. Suala bax. Səmərəli təlimin təşkili. Diaqnostik qiymətləndirməyə başlamalıdır məncə. Çünki uşaq məsələn bir yerə daxil olanda birinci onu diaqnostik qiymətləndirmə edirlər. Aha. Amma ki, nə ilə başlayır və planlaşdırma hansı prinsiplə götürür? Planlaşdırma zamana görə götürülürsə, fərdi yanaşma ola bilər də. Təlimin təşkili. Portfolionun yoxlanılması, məntiqi ardıcıllıq. Mən onda sözün düzü qaldım, diaqnostik fikirləşirdim, amma Hansı seçdiniz? Hər öz burada səsi təlimin açsın təşkili desin. deyəndə Aha. sırf uşağa məsələn bağça mühitinə gəlməsindən söhbət gedirsə, birinci valideynlə görüş ola bilərdi yəqin. Amma məncə diaqnostik qiymətləndirməyə başlamalı. Çox tarifsiz qaldım. Ya bu günləri mən bura konsentrasiyon ala bilmirəm. Səmərəli təşkil bilavasitə nə ilə başlayır və hansı planlaşdırma əsas götürülür? Diaqnostik qiymətləndirmə deyirəm. Yəni mən elə bilirəm. Məsələn, uşaq bir sinifə gəlirsə, qrupa gəlirsə, ilk diaqnostik qiymətləndirmə edirlər onu. Səsim gəlir? Aha, sən də nə? Mən aha. İndi sən deyib gör hansı oldu? Adil. Adil. Səbdə müəllimə siz nə dediniz? Müəllimə,
Ben başlayanda əslinə qalanda adi məktəbdə də diaqnostik qiymətləndirmədən başlayırıq. Avtomatik. Amma xronoloji prinsip əsas götürür. Xronoloji bu şeydir, tarixdə, yəni xronoloji ardıcılıq getmir tarixlə. Bu da ola bilər əslinə qalanda, belə məntiqlə fikirləşəndə. Valideynə görüşlə başlı fərdi yanaşma prinsipi əsas götür. Xeyr, bu da ola bilər, amma valideynlə görüşdən başlayır da fərdi yanaşma prinsipi də əsas götürülür. Çünki hər uşaq olsa ki, fərdi də yanaşırıq da biz. Kollektiv formada yanaşmırıq ki. D variantı deyil, Y variantı deyil. Çünki birinci illik hesabatla başlayır da. D-nin yeni vapşım çıxdı. Burada B variantı da deyil. Aynen C arasında qalır. Amma mənə gəlir ki, C daha uyğun gəlir. Çünki valideynlə görüşlə başlayır da. Çünki valideyn gətirdi ilk uşağı bağçaya. Gətirir, sonra fərdi yanaşma olaraq da uşağı fərdi bir baxırıq da, yəni gözətləyirik də bunu. Mən bir həftə misal uşağı gözətləyirəm. Vapşım ona heç deymirəm. Adını da tutmuram o uşağın. Qıraqda müşahidə edirəm. İndi siz mən C deyərəm. Mənə daha çox C uyğun gəlir. Samira müəllimə A seçdi. Görə indi Vüsali müəllimə nə seçir? Mən də A-nı. Siz də A-nı seçdiniz. Amma bu görürsünüz belə bəsit görsənir. Amma qəbuldur da. Qəbulda belə şey rast gələs. Bax belə necə deyim, bax belə baxas, sadədir. Burada nə var? Diaqnostik test qaçım götürüm, belə eləyəsiniz. Amma bunun dəqiqliyinə baxanda, bax bu bütün mövzunun içərisində budur bax. Cümlə oxuyanda görəsiniz ki, burada inteqrativ prinsipi ciddi gözlənilir, düzgün planlaşdırmadan başlayır. İndi bu nəzərdən qaçıb təli oxumamısınız da, tam oxuyanda bir də işləyərsiniz. B variantı doğru cavab. Çünki düzgün planlaşdırmadan başlayır səmərəli təlimin təşkili. İnteqrativdə ciddi gözlənilibdir. Gözləyin bir dəqiqə, bura birdən çıxaq. Gəl baxaq. Planlaşdırmadayıq. Baxaq. Məzmun, resurs, nəzər hər bir deməli. Səmərəli təşkili düzgün planlaşdırmadan başlayıb. Baxın. Gördünüz? İlk cümlədir. Məktəbə təhsil məsələn təlimin səmərəli təşkili işin düzgün planlaşdırmasından başlayır. Bu da deyir ki, düzgün planlaşdırma yeni təlim işlərinin əvvəlcə layihələndirilməsi, taktik əhəmiyyət kəsb eləyir. Burada inteqrasiya da vardı. İnteqrasiya. Bir dəqiqə. İnteqrasiya olan hissəsində onu da sizə ataram. O yəqin ki, mən bura bilmirəm, əlavə eləmişəm yoxsa yox. Dəqiqə baxım. İnteqrasiya imkanları müəyyən edilməlidir. Planlaşdırma zamanı inteqrasiya imkanları müəyyən olunmalıdır. Yəni inteqrasiya eləmək də zəruridir. İnkişaf sahələri inteqrasiya. Hər bir inkişaf sahəsi digər inkişaf sahələri inteqrasiya eləmək zəruridir. Qoy baxaq indi bura. Yəni kitabdan götürmüşəm. İndi variant olaraq hansı çıxdı orada? B-dir, B. Heç birini düz tapmadınız. Düzgün planlaşdırmadan başlayır. Səmərəli təlim təşkili düzgün planlaşdırmadan başlayır. Hansı prinsip? İnteqrativlik prinsipi. Bax, o cümlədə var. Bax, o cümlədə var. Deyir, məktəbə təhsil proqramı kurikulum inteqrativ xarakteri daşıyır. O var bizdə. İnteqrativ sözünün də cümlənin də başlığı səmərəli təlimin təşkili düzgün planlaşdırmadan başlayır. Bax, bu diaqnostik qiymətlərindən başlayanmaz o. Bu bizə plan demir axı. Təlimin təşkilidir. Səmərəli təlimin təşkilindən başlayır. Planlaşdırmadan başlayır. İlk növbədə planlaşdırma eləyir ki, səmərəli olsun da məqsədimiz olsun. Sonra A-nı seçən müəllim. Diaqnostikdən xronoloji prinsip elə belə bir şey yoxdur axı bizim elə sadəcə inteqrativlik prinsipi var. İnteqrativlik var sadəcə. Sonra C-yə baxaq. Fərdi yanaşma prinsipi belə bir şey də o başqadır. Valideynlərlə əməkdaşlıqda var o. Amma doğru variant B variantdır. Kitabda da bunu görəsiniz. B. İndi maraqlı testlərdir. Düzdür müəllimə? İndi 7-ni. 7 kimdədir? Səbinə müəllimə. 7-8 sizdədir. Müəllimə baxıram. Deyir, idrakin inkişafı sahəsi üzrə məşğələ keçən müəllim uşaqların inkişafını sistemlaşdırmaq üçün mövzunu ətraf aləmdə tanışdır və məntiqi təfəkkürü inkişafı ilə əlaqələndirir. Demək, bir-birinə əlaqələndirir. İnteqrasiya edir. Burada elə hamısında inteqrasiya var.
Bu fəaliyyət hansı? Müəllimə xronoloji deyil, D deyil, Y deyil. Üfüqi inkişaf sahəsi daxilində inkişaf sahələri. Müəllimə A variantı. Müəllimə, bir də sizə bir şey deyim. İnkişaf sahələri arası deyirlər ki, oxumayın. İnkişaf sahələri arası oxuyun. Üfüqi şagirdin yaddan çıxardın. Nə məlum ki, qəbula düşmədi üfüqi şagird inteqrasiya. Düşəndə, yəni bilin, inkişaf sahələri arası üfüqidir, daxili şagirdidir. Siz A-nı seçirsiniz, elə? Diqqətlə Bəli. baxın. Bir qəbuldasınız. Onda üfüqi fəaliyyət inteqrasiyası. Bax, yox. Siz inkişaf sahələri arası üfüqünü seçdiniz. Yəni Bəli. 2 dənə A inkişaf, variantı. fərqli inkişaf sahəsi. A-nı seçdiniz. Baxın, ətrafım tanışlıq hansı inkişaf sahəmiz? İdraki 2. İdraki. Məntiqi riyazi təfəkkür hansıdır? 2. 2 ilə 2 inteqrasiya olunursa inkişaf sahələri arası yoxsa daxilindədir? 2-nin daxilində. Daxilindədir, hə. Gördünüz, testi daha rahat başa. Bunu biri var özünüz işləyəsiz, biri var məndən işləyəsiz. Bax, bu oldu B variantı. Hə. Gəldik 8-ə. Aha. Cari həftəlik planlaşdırma özündə hansı vəsaitləri əhatə etməlidir? Cari həftəlik planlaşdırma özündə hansı fəaliyyət sahələrini əhatə etməlidir? Oyun əyləncə savunma tədbiri və üzrə fəaliyyət yalnız illik illik icrası yox. Uşaq qrup köklücə xeyir. Bu da şəxsizdir. Mən Y deyil, D deyil, C deyil. A ilə B arasında qaldım. Oyun gəzinti. Oyun gəzinti dedik. Orada qaldım. Bax, bu da çaşdırıcıdır. Aynen Y arasında qaldım ay müəllimə. Ha. A-dan Y. Aynen B, estağfurullah B, Y yox. A-dan B. Aynen B. A-dan B. Aha. Aynen B arasında Qəbulda qaldım. olsaq hansını götürərsiniz? Qəbulda olsaq. Fikirləşirəm, o cari həftəyə planlaşma özündə hansı fəaliyyət sahələri əhatə etməlidir? Caridə müəllimə dedik ki, bu standartdır mövzu, məqsəd, inteqrasiya, iş forması, iş usulu, resursuydu. Yalnız məşğələrimizə qiymətləndirmək meyarlar. Oyun gəzinti əyləncə sağolması təbii. Mənim A deyim onda. A seçdiniz. Sonra Samira müəllimə ilə Vüsalə müəllimə. Səsi açın tez variantınızı zəngin Mən seçin. B-ni. Sən Oyun B. gəzinti. Sonra bəs Samira müəllimə? Siz nə seçirsiniz Samira müəllimə? Səs tam eşidir. Deməli müəllimə, bilirsiniz cavab düzdür B variantı. Niyə? Niyə B variantıdır? Bax, biz sizə deyirik ki, yalnız sözü görsəz, bilin ki, bu yəni 100-dən 90-a səhvdir. Uşaqlar rubrik inkişaf səviyyəsi, bunun məşğələ aidiyyəti var? Yox. Valideyn aparılan illik icrasının qrafikası, bunun da məşğələ aidiyyəti yoxdur. Yalnız sözü yenə var. Burada yalnız. İllik yekun hesabat formalaşdı, diaqnostik nəticə, bu da heç yanlış. Gəldik burada A-dan B. Burada da yalnız olduğu üçün bu yalnızı çıxdıq. B-də niyə B variantıdır? Düzdür, məşğələ sözünə görə siz caridə məşğələ olduğunu fikirləşirsiniz. Amma orada sözlərimiz var ki, deyir məsələn, həftəyə planlaşdırma, alt standartların həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı məşğələlər, məşğələdən kənar fəaliyyət sahələri, oyun, gəzinti, əyləncə, sağlamlaşıq tədbirlər zamanı aparılır. Yəni bu da uğurlu nəticəli təlim prosesi bu cari planlaşdırmadan gəldi, planlaşdırmadan baxırıq indi. Deməli, dedik ki, yəni burada yalnız məşğələdə qiymətləndirmə meyarı, bunun aidiyyəti, qiymətləndirmə meyarı nə dəxləcəyi var ki, yoxdur. Məşğələ olar, məşğələ mövzularda yox, məşğələlər gedir. Mövzular yox, məşğələlər. Ayrı-ayrı məşğələlər. Ona görə B var.
Yəni, burada dəyişdi düşdü. Bir dəqiqə. Yox, belə olur, mən sonra deyirəm testim səhvdir. Aha, bu B-dir. Doğrudur. 9 kimdədir? 9 onu kim oxuyurdu? Axırıncı kimdən soruşdum? Səndən Məmmədən soruşdum. Aha, 9 10 Vüsalə müəllimədə. Mən 9-u mövzuların arzılığı planlaşdırılarkən bilik bacarıqların ümumidən xüsusiyə doğru inkişaf etdirilməsi mövzusu təsadüf seçilməməsi və məzmunca bir-birini tamamlamaması varisliyidir. Hansı prinsipə aiddir? Bir-birini tamamlamır. Tamamlayır. Diqqətli oxuyun. Tamamlayır. Tamamlayır. Diqqətli oxuyun. Diqqətli oxuyun. Proje hazırlamır. Vardır məzmun. Tamamlayır. Qəbula gəlib tamamlamama oxuyasız. Allah sağ eləmiş. Həmişə onu deyirəm axı sizdən. Ümumidən xüsusiyə psixoloji sadədən mürəkkəbidir. Xronoloji arzıq idi müəllimə. Ümumidən xüsusiyə psixoloji sadədən mürəkkəbi idi müəllimə. Bu yəni məntiqi arzıqla xronoloji arzıq arasında qaldım müəllimə. Xronoloji nə aidiyyəti var müəllimə? O tarixdir. Nə Tarixdir. aidiyyəti var ümumidən Onda xüsusiyə? məntiqi arzıcılıqda müəllimə. Bəli. Məntiqi arzıcılıq. Psixoloji saddə mürəkkəbə idi, xüsusidən ümumi idi. Məntiqi ümumidən xüsusiyə idi. Mövzular yəni bir-birindən əlaqəli şəkildə gedirdi. Heç vaxtda şəkilçinin diqqətli oxuyun müəllimə, oxuması diqqətli. Tamamlamaması qaşla göz arasında siz səhv elədiniz orada. O şəkilçini diqqətli, çünki bilə-bilə səhv eləmək adam yandırır. Deyəsiz, bunu düz götürmüşəm axı. Amma deməyəsiniz ki, şəkilçi səhv oxudunuz. Qəbulda da bu şəkilçiləri elə qoyurlar ki, heç cür onu seçəmirsən, tamamlamadı, yoxsa tamamlamamadı. O qədər tələsi oxuyursan. Yəni, diqqət eləməlisin burada. Ümumidən xüsusi onda məntiqi ardıcıllıqdır. Bəli, məntiqidir. Görürsünüz, dərsinçə dərs öyrənirsiniz. İndi onu xronoloji ardıcılıq mənim tarixdir, düz mənim resurs da olur. Bəli, tarix. Hə, yaxşı bildim. Müəllim keçəcəyi mövzuları planlaşdırarkən fəsilləri dəyişməsini dövlət bayramların və tarixi gündəlik əsas götürərək mövzu təqdimə uyğun düzür. Müəllim hansı prinsipə əməl etmiş olur? Burada da yenə müəllim keçəcəyi mövzuları planlaşdırarkən fəsilləri dəyişməsini dövlət bayramlarını və tarixi xronoloji ardıcılıqdır müəllimə. Xronoloji doğrudur. Əla, doğrudur. Samira müəllimə səs aça bilirsiniz? Bəli, açım. 11-12-ni də oxuyun. İnteraktiv təlim metodları ilə aparılan məşğələlərin əsas 3 mərhələli strukturu hansı variantda düzgün ardıcılıqla verilmişdir? İnteraktiv təlim metodları ilə aparılan məşğələlərin əsas 3 mərhələli strukturu hansı variantda düzgün verilmişdir? Diaqnostika, müşahidə, portfolio, motivasiya, dərk etmə, tətbiq etmə, cari plan, illik plan, hesabat, aktuallaşdırma, müsahibə, qiymətləndirmə, sorğu, tədqiqat, portfolio. İnteraktiv təlim metodları aparılarkən əsas 3 mərhələli struktur. Mərhələlərimiz var, məşğələlər mərhələlər hansılarıydı? Onu tapırsan. Motivasiya, dərk etmə, tətbiq etmə. Ay sağ ol, niyə çox fikirləşsən? Azaddır. Aha. İndi 12-ni oxuyursun sən. Kimi toplamaq artıq nə düşünəcəyimi də bilmirəm. Müəllim deyir, məşğələyə başlayarkən uşaqların diqqətini cəlb etmək üçün bir qutu gətirir və uşaqların fərqli fərziyyələrin yaranmasına səbəb olan suallar verir. Müəllim məşğələnin hansı mərhələsini reallaşdırır? Dərk etmə, tətbiq etmə, aktuallaşdırma və ya motivasiya, portfolionun təhlili, yekun hesabat mərhələsi. Başlayarkən gətirirsə, aktuallaşdırma və motivasiya ola bilər. Ay sağ ol. Bəli, başlama elə oydu. C variantı. Doğrudur.